Salam, Makedon US kanalındasınız və bugün diyaloqun ardı gəlir Mufasa ilə Simba'nın və sonluqda biraz Zazu'nun səsinə qulaq asacağıq söhbətlərinə. Başlayaq. So, we are all connected in the great circle of life. Good morning, sire. Good morning, Zazu. Checking in with the morning report. Fire away. Well, the buzz from the bees is that the leopards are in a bit of a spot. Oh, really? The baboons are going ape. What are you doing, son? Of course, the giraffes are acting like Pouncing. Bura qədər hələlik. We are all connected in the great circle of life. Good morning, sire. Good morning, Zazu. Checking in. Good morning, ruhumuza tanışdı. Sabahın xeyir Zazu. Good morning, sire. Good morning, Zazu. Checking in with the morning report. Checking in with the morning report. Check in, checking in. Xəbər almaq, yoxlamaq, qeydiyyatdan keçmək. Checking in with the morning report. Report hesabat deməkdir. Yoxlama aparaq səhər hesabatı ilə. Və yaxud səhər hesabatı ilə yoxlamaq aparaq. Yoxlama aparaq. In with the morning report. Fire away. Başla deməkdir. Well, the buzz from the bees is that the leopards are in a bit of a spot. Well, the buzz from the bees. Buzz vızıltı, dızıltı. Bees, arı. Arıların dızıltı səsi, vızıltı səsi. Arıların vızıltısından gələn xəbər odur ki, the buzz from the bees, The buzz from the bees is that the leopards vızıltısından gələn xəbərlər, məlumatlar da belə deyək, odur ki, the leopards are in a bit of a spot. In a bit of a spot, biraz çətin vəziyyətdə. A spot, yer deyə bilərik buna. Spot, nəyinsə bir öz yeri var. Spotu. Bəbirlər biraz çətin vəziyyətdədir. are in a bit of a spot. Oh, really? Oh, really? Really? Həqiqətən? Doğrudan? Baboons are going ape. What are you doing, What are you doing, son? Nə edirsən? All present continuous are doing. son? Of course, the giraffes are acting like Pouncing. Pouncing, hücum etməkdir. Ancaq tullanaraq, sanki sıçan qaçır, kişi onu ovluyur və pouncing edir onun üzərinə. Tullanaraq hücum edir. Qaydırıq bu hissənin əvvəlinə, qulaq asırıq və keçirik növbəti. We are all connected in the great circle of life. Good morning, sire. Good morning, Zazu. Checking in with the morning report. Fire away. Well, the buzz from the bees is that the leopards are in a bit of a spot. Oh, really? The baboons are going ape. What are you doing, son? Of course, the giraffes are acting like Pouncing. Let an old pro show you how it's done. I told the elephants to forget it, but they can't. Zazu, would you turn around? Yes, sire. The cheetahs are hard up. Stay but, as low I to always the say, ground. Cheetahs never prosper. Okay, stay low to the ground, right? Yeah. What's going on? A pouncing lesson. Oh, very good. Pouncing. Pouncing? Oh, no, sire, you can't be serious. Oh. Hələlik bura qədər. Acting like Pouncing. Let an old pro show you how it's done. Let an old pro show you how it's done. Let me icazə ver. Old pro, pro yəni professional, peşəkar, old pro, yaşlı, yəni təcrübəli mənasında. Show you how it's done. Peşəkar sənə bunun necə edildiyini göstərsin. Let an old pro show you how it's done. I told the elephants to forget it, but they Burada Zazu dayanmadan nəsə deyir. Düzdür, heç bir mənası yoxdur. Ancaq bizə sözlər lazımdır, cümlələr lazımdır, ona görə tərcümə edəcəyik bunları. I told the elephants to forget it, but they can't. I told the elephants, mən dedim illərə ki, to forget it, yadlarından çıxartsınlar, ancaq onlar edə bilmirlər. can't. Zazu, would you turn around? Yes, sire. Zazu, would you turn? Burada istək, nəyinsə istəyi göstərilir. Nəyin istəyi? Turn around. Dönə bilərsənmi? Yes, sir. Bəli, cənab. The cheetahs are hard up. Stay but, as low. I- The cheetahs are hard up. Tanış gələr bəlkə. Cheetahs, chipsi kimi olan bir şey satılır. Azərbaycanda tapılır. Həmin o cheetahlar, cheetahsdır ki, cheetahs leopard kimi bir heyvandır. Tam doğru yadıma düşə bilmir indi dəqiq adı. Şəklini qoyaram. Araşdırarıq bu məsələni. Leopard kimi bir heyvandır. The cheetahs are hard up. Hard up yenə də çətin, hard, çətin durumdadırlar. Hard up. Ancaq are hard up. Stay but, as I low to always the say, ground. stay low to the ground. Yerə yaxın qal. Stay low, yaxın qal to the ground. Yerə. Cheetahs never prosper. Cheetahs are hard up. Stay but, as I low to always the say, ground. Cheetahs never prosper. Və inkişaf etmək, irəliləmək, inkişaf etmək, uğur qazanmaq. B1-in sözüdür. Prosper. Prosper in business. Biznesdə
uğur qazanmaq. Economy prosper. The company continued to prosper. Şirkət inkişaf etməyə davam edir. Yaxşı sözdür. Cheetoslar heç vaxt inkişaf edə bilmirlər. Cheetahs never prosper. Okay, stay low to the ground, right? Yerə yaxın qalım, right? Təsdiq alır sanki, eləmi? Bəli. What's going on? A pouncing lesson. Prosper. Okay, stay low to the ground, right? Yeah. What's going on? Nə baş verir burada? Pouncing lesson. Yəni tullanaraq ovlamaq, tullanaraq hücum etmək dərsi, lesson. A pouncing lesson. Oh, very good. Very good, pouncing. Nə gözəl, necə də gözəl. Pouncing. Pouncing. Pouncing? Oh no, sire, you can't. Can't. Zazunun ləhcəsi daha çox Britaniya ləhcəsinə oxşuyur. Can't. No sir, you can't be serious. Yox cənab, siz ciddi ola bilmərsiniz. Yəni ciddi deyilsiniz yəqin ki, zarafat edirsiniz yəqin ki. Be serious. Yenə qayıdırıq bu hissənin əvvəlinə. Pouncing. Let an old pro show you how it's done. I told the elephants to forget it, but they can't. Zazu, would you turn around? Yes, sire. The cheetahs are hard up, Stay but as I low to always the say, ground. cheetahs never prosper. Okay, stay low to the ground, right? Yeah. What's going on? A pouncing lesson. Oh, very good. Pouncing. Pouncing? Oh no, sire, you can't be serious. Oh, this is so humiliating. Try not to make a sound. What are you telling him, Mufasa? Mufasa? Simba? That's very good. Zazu. Yes, Sir, news from the underground. Now, this time. sire! Hyenas in the Pride Lands! Zazu, take Simba home. Oh, Dad, can I come? No, son. I never get to go anywhere. Oh, young master, one day you will be king. Then you can chase those slobbering, mangy, stupid poachers from dawn until dusk. Bugünlük bura qədər. İndi bu hissəni də tərcümə edirik. Sonra qayıdırıq əvvəldən sona kimi. Köməksiz tam olaraq özünüz qulaq asın və çalışın başa düşəsiniz. Maksimum dərəcədə sözləri qeyd etmək unutmayın. Oh, this is so humiliating. This is so... Humiliating. Alçaldıcı, rüsva edici. Tez-tez istifadə olunan söz deyil, ancaq olur. Humiliating. Səslənməsinə də baxaq. Humiliating. 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 Bu çox alçaldıcıdır. so humiliating. Try not to make a sound. What are you telling him, Mufasa? Try not to make a sound. Try çalışmaq, make a sound səs etmək. Çalış, səs etməyəsən. Not to make a sound. What are you telling him? What are you telling him, Mufasa? Are you telling him? Demək ona. Nə deyirsən ona, Mufasa? 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 Simba? That's very good. That's very good. Çox əladır. Çox gözəldir. Very good. Zazu. Yes! Sir, news from the underground. Now, News from the underground. News xəbərlər, underground yerin altı. Yerin altından xəbərlər. Now this time. İndi bu dəfə, this time yəni ki bu dəfədən söhbət gedir. Underground. now, this time. Sire! Sir, hyenas in the Pride Lands. Cənab, hyenalar, çaqqallar deyək onlara. In the Pride Lands. Pride'ın torpaqlarındadırlar. Pride'ın ərazisindədirlər. Hyenas in the Pride Lands! Zazu, take Simba home. Zazu Simbanı evə apar. Zazu, take Simba home. Oh, Dad, can I come? No, son. Can't I come? Yenə də inkar formasında sual. Can't I come? Mən gələ bilmərəm. Dad, can I come? No, son. No son, yox oğul. I never get to go anywhere. Mən heç yerə gedə bilmirəm. Heç ara. I never get to go anywhere. Oh, young master, one day you will be king. Then you can chase... Burada gənc master ustadan söhbət getmir hər halda. Gənc
ağa ola bilər mənasında. Ağam, yəni gələcəyin kralım. One day you will be king. Bir gün sən kral olacaqsan. Will be, gələcək zaman. You will be king. Then you can chase those slobbering, mangy, stupid poachers from dawn until dusk. Deyilişə fikir vermək lazımdır burada bu sözləri. Mənə də tanış deyirlər. Gəlin bir araşdıraq. Slobbering. Slobbering, ağzından su axan. Slobbering down, ağzından su axan. İğrənc şəkildə yeyən, sulu. Onda sən bu ağzından su axan, sonra gəlir. Mangy, mangy, qoturulu, baxımsız xəstə. Mangy dog, qoturulu, baxımsız it. Onda sən bu ağzı sulu, qotur, stupid. Poachers, poachers, brakonyerlər, qanunsuz ov edən, ov qaydalarını pozan. Poachers, wildlife poachers, vəhşi heyvan brakonyerləri. Belə brakonyer deyək onda bunlara. Onda sən bu ağzı sulu, qotur, axmaq brakonyerləri Slobbering, mangy, stupid poachers from dawn. from until dusk. Səhərdən gün batana qədər. Səhərdən axşama qədər, gün batana qədər. Onda bu tüpürcəkli, qotur, axmaq brakonyerləri qova bilərsən. Səhərdən axşama qədər. Until dusk. So, we are all connected in the great circle of life. Good morning, sire. Good morning, Zazu. Checking in with the morning report. Fire away. Well, the buzz from the bees is that the leopards are in a bit of a spot. Oh, really? The baboons are going ape. What are you doing, son? Of course, the giraffes are acting like Pouncing. Let an old pro show you how it's done. I told the elephants to forget it, but they can't. Zazu, would you turn around? Yes, sire. The cheetahs are hard up, Stay but as I low to always the say, ground. cheetahs never prosper. Okay, stay low to the ground, right? Yeah. What's going on? A pouncing lesson. Oh, very good. Pouncing. Pouncing? Oh, no, sire, you can't be serious. Oh, this is so humiliating. Try not to make a sound. What are you telling him, Mufasa? Mufasa? Simba? That's very good. Zazu. Yes! Sir, news from the underground. Now, this time. Sire, hyenas in the Pride Lands. Zazu, take Simba home. Oh, Dad, can't I come? No, son. I never get to go anywhere. Oh, young master, one day you will be king. Then you can chase those slobbering, mangy, stupid poachers from dawn until dusk. Bugünlük buraya qədər 3-cü hissəni bitirdik. 4-cü hissədə görüşənədək. Hələlik.